Mən deyərdim, bu birbaşa əlaqəlidir. Uzun oturmaq əslində bu yeni bir standartdır. İnsanoğlu yarım saatdan çox oturmamalıdır. Yəni urbanizasiya olmamışdan öncə, hansı ki bizim babalarımız, ulu babalarımız daha çox torpaq bol olan yerlərdə yaşadılar, ömürlərini orada sürdülər. Hansı ki onların hərəkət arealı çox geniş idi. Bugün mən özüm də bir kabinetdən başqa bir kabinetə keçirəm, gün ərzində belə keçir. Yalnız həftə sonları mən yararlana bilirəm ki, addımlaya bilim. Bunun üçün mən bəzən pasientlərimə məsləhət görürəm ki, xüsusi stullar. Onlar at yəhəri formasındadırlar və siz gün ərzində oturanda əgər daimi oturursunuzsa, o at yəhəri formasında olan stulları almaq daha məsləhətdir. Çünki bu zaman bədənin göbəkdən yuxarı hissəsinin yükü birbaşa olaraq çanağa düşmür. Çünki siz atı təsəvvür eləyin, oturanda belə oturursunuz və ayaqlarınız atın kənarına doğru sallanır. Yəni sanki yük gəlir, oradan paylanır. Birbaşa olaraq baskı belə yaranmır. Amma hansı ki bu klassik stullardan söhbət gedir. Bunlarda oturanda isə birbaşa olaraq ora baskı yaranır, təzyiq yaranır və mən deyərdim ki, bunun birbaşa əlaqəsi var. Artıq müraciət edən pasientlərdə mən görürəm ki, oturaq həyat tərzidir, bəli, oturaq həyat tərzidir. Yəni insanların yaşının fərqi yoxdur.